Bugün qloballaşma fonunda xalqların öz milli kimliklərini itirmək qorxusu var, başqa xalqların mədəni təsirinə düşmək qorxusu var və bundan qorunmaq üçün vətənpərvər gəncliyə ehtiyac var. Milli dəyərlərimizə bağlı olan gəncliyə ehtiyac var. Azərbaycan gəncliyinə həmişə həm ilahiyyatçı olaraq, həm təşkilat sədri olaraq həmişə nikbin yanaşmışam və bu qədər yad təsirlər, bu qədər gəncliyin hədəfə alınması gənclərimizin özünü qorumasına, kimliyini qorumasına mane ola bilmədi. Gənclərimiz dövlət idarəçiliyindən başlayaraq mədəniyyət, iqtisadiyyat, elm, idman, yaradıcılıq və sair sahələrdə öz potensialını ortaya qoydu. Bugün dünyanın istənilən mərkəzində, istənilən sahədə uğurlu gənclərimizə rast gəlmək olur. Ən əsası onların böyük əksəriyyəti dövlətinə, xalqına, milli köklərinə bağlıdır. Bugün müxtəlif sahələrdə gedən islahatların avangardında məhz gənclər dayanır. 44 günlük vətən müharibəsi zamanında məhz Azərbaycan gəncliyinin böyüklüyünü gördük. Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev Şuşada çıxış edərkən bir məqama xüsusi diqqət çəkdi ki, əgər biz milli və dini dəyərlərimizə bağlı olmasaydıq, biz bu qələbəni əldə edə bilməzdik. Həqiqətən də ordunun peşəkarlığı, döyüş hazırlığı ilə yanaşı, gənclərimizin fədakarlığı məhz onların milli köklərə bağlılığı və vətənpərvərliyinin bariz nümunəsi idi. Biz bu müharibəni məhz bu fədakarlıq nəticəsində qazana bildik, bu qələbəni əldə edə bildik. Bugün gənclərimizin günüdür, yəni Gənclər gününün ərəfəsindəyik. Hər birimiz Azərbaycan gəncliyi barədə nikbin əhval-ruhiyyədəyik. Biz Azərbaycan gənclərinə inanırıq. Bu inanımızın əsası var. O inanımızın əsasını məhz Qarabağ müharibəsi təşkil edir. Qarabağ müharibəsi bizim təkcə hərbi üstünlüyümüzü yox, həm də mənəvi üstünlüyümüzü ortaya qoydu. Azərbaycan xalqı təkcə hərb meydanında deyil, mənəvi prinsiplər nöqteyi nəzərindən də düşmənə qələbə çaldı və bu bizim üçün doğrudan da tarixi bir qələbədir. Biz bir xalq olaraq özümüzü təsdiq etdik, özümüzə inamımızı bərpa etdik və ən başlıca məsələ bundan ibarətdir. Xalqın özünə inamı olarsa, o bütün itkilərini bərpa edə bilər. Azərbaycan gəncliyi sübut etdi ki, xalqa, vətənə, dövlətə bağlı bir gəncliyidir və ümid edirəm ki, yeni formalaşan nəsil də məhz bu ruhda tərbiyə olunacaq. Hamınıza təşəkkür edirəm diqqətinizə görə. Gənclər gününüz mübarək olsun. Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirəm. Allah qazilərimizi, ordumuzu, dövlətimizi qorusun. Bayrağımız ən uca yerlərdə dalğalansın. Allah Azərbaycanımızı qorusun. Təşəkkür edirəm.